Salam əzizlər, mən Anar İbrahimov. Bu videomda sizə 6-cı sinif kitabından səhifə 156, 157 və 158-də olan misal məsələləri izah edəcəm. 156-da məsələ 1. Çevirmələri aparalım. A bəndi 15 kub santimetr bərabərdir neçə kub millimetr? Biz bilirik ki, 1 santimetrim 10 millimetrdir. Burada 1 kub santimetrin 1'i vururuq. 1 kub santimetrim deməli 10'u vururuq 3'ə. Yəni 10'u üstü 3 daha da 10 vur 10 vur 10. Yəni 1000 kub millimetr edir. Ona görə də 15 kub santimetrim 15'i vuruq 1000'i bu eləyir 15.000 kub millimetr. Yəni deyirəm 1 santimetrimiz 10 millimetrdir. 1 kub santimetrimiz isə 10'un kubu, yəni 1000 millimetr kubudur. 15 kub santimetrdə 15'i vuruq 1000'ə eləyir 15.000 kub millimetr. B bəndində 22 desimetrin kubu bərabərdir neçə kub metr? 1 desimetrim 10 santimetrdir. 1 desimetrim yəni 10'da 1 metrdir, düzdür. 1 kub desimetrim isə 0,1'in kubu, yəni 0,1 vur 0,1 vur 0,1. Bu eləyir 0,1 kub metr. Bu da 22'ni vururuq 0,1'ə, bu da eləyir 0,22 kub metr. C bəndində 12.000 kub santimetr neçə kub metrdir? 1 santimetrim %1, 1 santimetrim baxın %1 metrdir. 1 kub santimetrim 0,1'in kubu, o deyilir 0,1 kub metr. 0, deməli yüzdə, mində, 10 mində, 100 mində, milyonda, bəli 100 milyonda 1 kub metrdir. Yəni 12.000 kub santimetrim bərabərdir 12.000 vur 0,1'in kubu. Bu deyilir 0,12 kub metr. Bu da C bəndi. Gəlin keçək C bəndinə. 75 desimetrin kubu neçə kub santimetrdir? 1 desimetrim 10 santimetrdirsə, 1 kub desimetrində 10'un üstü 3, yəni 1000 kub santimetrdir. Bunda 75'i vuruq 1000'ə, bu eləyir 75.000 kub santimetr. D bəndində 1 kub metrim neçə kub desimetrdir? 1 kub metrim deməli 1 metrim 10 desimetrdir, düzdür? 1 kub metrimdə 10 üstü 3, yəni 1000 desimetrin kubudur. 41 də vuruq 1000'ə eləyir 41.000 desimetrin kubu. Y bəndində 364 desimetrin kubu neçə millimetrdir? Deməli 1 desimetrim 10 santimetrdir. Yəni 10 santimetrdirsə, 1 santimetr isə 10 millimetrdir. Deməli 10 da vururuq 10'a, bu eləyir 100 millimetr. Deməli 100'ün də kubu 100 vur 100 vur 100, bu eləyir 1 milyon. Düzdür, 364 də vururuq 1 milyona. Bu eləyir 364 milyon kub millimetr. Bu səhifə 156'da olan məsələ 1. Bu səhifədə olan digər məsələlər hamısı bax bu çevirmələrin demək olar eynidir. Diqqətlə dediklərimə qulaq assanız çevirmələri çox rahatlıqla apara biləcəksiniz. Keçək səhifə 157'də məsələ 10. Oturacağının sahəsi 20 kvadrat metr, hündürlüyü 2 metr olan silindrin həcmini tapın. V bərabərdir, yəni silindrin həcmi bərabərdir pi r kvadratı h. Pi r kvadratı yəni s'dir. Pi r kvadratı. Bax, V bərabərdir sh-da yaza bilərik. Pi r kvadratın yerinə s yazırıq, sahəsi. Və yaxud da ki pi r kvadratı h kimi yazırıq. Deyir, oturacağının sahəsi 20 kvadrat metrdir. S bərabərdir 20 kvadrat metr. H bərabərdir 2 metr. Hündürlüyü 2 metr olası. Deməli, V bərabərdir 20 vur 2. Bu il 40 kvadrat metr. Amma burada diqqətli olmalısın. Məsələn, birdən verə bilər ki, hündürlüyü 4 metrdir. Ancaq radiusu 60 millimetrdir. 60 santimetr belədir. 4 metrdirsə, 60 santimetrdirsə, bu 60 santimetri 0,6 metr kimi götürməliyik. Ya metri santimetrə çevirməliyik, 4 metri 400 santimetr kimi götürməliyik. Ya da santimetri metrə çevirməliyik. Yəni 60 santimetri metr kimi, yəni 0,6 metr kimi götürməliyik. Yəni ki, onların vahidlər həmişə bir-birinə bərabər olmalı. Yəni 1 metr, 1 santimetr olmaqla hesablama aparsaq, biz tamamilə yanlış cavab alarıq. Bu səhifə 157'də məsələ 10. Məsələn, səhifə 157'də məsələ 12. Əslində, bu məsələnin heç bu mövzuya aidiyyatı yoxdur, ancaq veriblər, mən də izah edim. Benzin daşıyan maşının çənində 24.000 litr benzin var. Onun 1/4 boşaltdıqdan sonra neçə litr benzin qaldı? Nəticəni barellə ifadə edin. 1 barel isə 159 litrdir. Deməli, 24.000 litr benzin var, onun 1/4'ini boşaltdıq. 24.000'i vuruq 1/4'ə, bu eləyir 6.000 litr. Deməli, 24.000'dən də 6.000 çıxırıq, 18.000 litr deməli, maşının çənində
benzin qaldı. 18.000 litr neçə bareldir? 1 litrimiz 159 1 barelimiz 159 litrdirsə 18.000 litrimizsə 18.000-i bölürük 159-a. Belə 113,2 barel. Maşının 1/4 boşaltdıqdan sonra 113,2 barel benzin qaldı. Bu bizim səhifə 157. Səhifə 158 isə özünü yoxladı. Bu səhifə 158-də olan bütün məsələləri demək olar ki, bundan əvvəlki məsələn səhifə 154-155 aid olan videomda, səhifə 152-153-ə aid olan bax emailini bu məsələləri mən izah etmişəm. Ona görə də səhifə 158-i izah etmirəm. Bunu əvvəlki videolarıma baxıb hamısının izahını başa düşəcəksiniz. Bu videomda bu qədər. Növbəti videoda görüşənədək. Hələlik.